körpe yatırdı. Adı Feyyaz idi, qəlbi nur dolu. Haqqın tərəfdarı, imandı yolu. 41-ci ildə ucaldı haray, silaha sarıldı igid Sərupay. Rostov səmtinə o xidmətə getdi, Krımda düşməni giriftar etdi. İzyum torpağında qanlı bir səhər, alovlar içində yanırdı şəhər. Yaralı olsa da göstərdi hünər, qarşıda əsirlik, dəhşətli günlər. Uzaq ellərdə çox çəkdi məşəqqət, qisməti bu imiş açlıq əziyyət. Nihayət qayıtdı doğma torpağa, elmi ilə nur saçdı sönmüş ocağa. Məsciddə Qur'anı təlavət etdi, axır ki arzuya murada yetdi. Gənclərə təlim etdi elm və əxlaq, oldu Qasımlıya möhkəm bir dayaq. Ordenlər, medallar zəhmət idi, vətənə, xalqına xidmət idi. Dillər əzbəridir onun şöhrəti, el-oba unutmur bu əzəməti. Qələbə günləri, bayraqlar qalxır, şəhid qazilərə rəhmət ucalır. Feyyaz baba olub bizim fəxrimiz, adı ilə gül açır vətən sevgimiz. Bir ömür yaşadı şanla şöhrətlə, daim anılacaq hörmət izzətlə. Qoy ruhun şad olsun qəhrəman insan, tarix yaşadacaq səni hər zaman.